Gülme. Bütün yolu dedim ki şu bu zibili yavaş sür. Onsuz da heç nə düzəməklə işləmir. Tormozlar da yoxdur. Bütün bu şəkillərə bax, buna bax elə. Bir dənə albom çıxartdı verdi. Bax bütün yol hamısı şəkillərimiz düşüb. Yaxşıdır da. Bir yerdə albomumuz yox idi, albomumuz da var. Nə albom? Elə orada kompüterdə şeydən qardaşdan xahiş elədim. Bir-iki yer bilet düşmüşdüm. Nə bilim biraz yuxulu fasonluydum. Gah mənim gözüm yumuluydu, gah sənin gözün yumuluydu. O sən hansı? Mən orada dedim bir dənə özümü yoxlayım görüm göz yumulu necə sürdüm. 180-la gedən momentdə yumdum gözümü Perivalda. Restoransında gördüm Pavarotdu ki girir. Bu maşını 180-la sürərlər şoşu. Şimdi Kurugun 180-ladın deyir. Nə danışırsan? Sən xalaqlı olmadın ya şoşu. Sən mənim başıma bəla oldun. Sən mənim başıma bəla oldun. Sən nə qayırmısan burada? Dağılıb dana görmürsən. Hadi yığla. Kömək elə düzəldək. Tüm veşlər dağılıb. Bunları niyə belə dağıtmırsan sən aşağı? Pravanı gizlənirdi. Burada prova gizlən. Pravanı axtarmırlar da ona görə Bax dedi. Şoşu. Bax, and verirəm səni Şəmilin canına. Bir də sən sürətli maşını sürdün. Pəncərəni atıram, özüm atıram aşağı. Всё. Açın sürətlə sürdüm ha kişi. Yolda nə yazılıb onunla? Nə yazılıb ki? Yolda yazılıb ki, sürətli sür. Kör idin orada dəmir üstə yazıblar Bakı, Ağsu 180. Mən də 180-la gedirdim da. Hay dədə, tupo 180 bilsə nə deməkdir? Yəni ki, bu qədər məsafə qalır. Mən də qoymuşam üstə. Nə bilim. Sən xala oğlu olmadın ha, başıma bəla oldun. Bəla. Ora nə kostyumdur ki? Bu sənin bəylik kostyumun deyil. Hadi qoy aşağıdan damat görür. Baxara. Necə deyirlər? Yol sür. Yavaş sür. Hoş gelmişsiniz. Bu nə də? Sizə qurban olaram. Necəsiz? Nə olub yine nə problem var? Nə yaxşı gəldiniz. Dərdimi deyim sizə. Traktorunuz Mən daha ölmüşəm. Yoxam, daha həyatda. Neçənci ildə bu traktor? Bu 71 desəm, deyəsən alladırsan məni. Traktor vaxtıdır. Şəmil, sizə qurban olaram. Nə edimsiniz? Nə edeyim? Ayıbdır, bir danış görək problemi nədir? Gəlmişik də. Nətərdir? Biz o boyda yolu durub basa-basa gəlmişik. Biz də təbii ki, burada bizim xeyrimiz var ki, gəlmişik. Belə gəlməmişik. Başa düşürəm. Heç nə. Nə dərdim nə olacaq? Bu Əzəmət müəllim yoxdur. Onun bankı var axı, Malı bank. Getdim onun bankından bir dənə kreditdə inək götürdüm. İndi ay südünü sağıb dolanırdım da, başa düşdün? Bir də rəs ki, inəyin südü qurudu. Nə deyir bu? Mən də kasıb oğlanam, başa işləmirəm. Deyiniyim, pulu verəmədim. Bu qayıtdı ki, inəyi alıram əlindən. Bu da elə bir inək idi ki, qurma olaram. Çox bir də yaxşı münasibətlərimiz oldu. Birimizə öyrəşdik bir həftənin ərzində. Yəni dostcasına. Hara gedirik, bir gedirik, oyun oynayırdıq, PlayStation, ora bura hər axşam. Gitsən başa falan. Hər inəklə. Bu inəyi də eşidib söhbəti. Yəni girdim içəri qapına. Hiss edib ki, bunu alırlar. Başa düşdüm, məndən onu alırlar. Bu boynunu belə büküb köpdə. Mən insanam axı, mən inəyi döyürəm. Ayrılık isteme, canımı iste. Ayrılmam imkansız, ayrılamam ki. Sen benim her şeyim, göz bebeğimsin. Yaxşıdan ağlama, yaxşıdan ne oldu? Yox, inəklə mən başqa cür alaram. Əlimdən almayın da, bunu almayın da mənə. Haydi yaxşı, inəkdə südü quruyub, eybi yox. İnək yaxşı idi da. Qatırdım suyu südünə, başa düşdün. Nə deyirəm? Qatığın da ağzına safetqan qoydum, qaymaq əvəzi. Halalca qazanırdın, o mənə səhv eləyirdi. Helal şey qazanır. Sən maşenniksən ha başdan ağa, ona olmaq. Siz mənə başa Halal düşmədiniz. qazanmaq mən sənə deyim də nətər oldu. Bu boyda torpaq sahələrim var, ay tupoy, bu boyda ağaclarım var, meyvələrim var. Get sat, pulu qazan da. Yaxşısa bir dənə inəkdə. Cəmaət aylı be, qurban olaram. Nə aylı be? Hərəsi gələndə öz tərəzisi ilə gəlir, başa düşdün. Qayda var, qanun var. Gəlmirəm də, çəkirlər. O da bir döyür axı, başa düşdün. Bəs yaxşı, indi inəyin südü quruyub. Və bu kreditdə sən nətər verirsən, nə ilə dolanırsan? Biləm, sağ olsun qonşular. Deyir, uzaq qohumdansa yaxın qonşu yaxşıdır. Hərəsi hamı çıxıb gəlib şəhərə. Mal, qara, toq, düzə, qalıb başlı başına. Deyir, bu traktorda onlardan götürmüşəm. Neyin? Bu əməlli başlı. Sən zahamatın neyirsən? Sən toyuğun düzəsin, inəyin... Mənə davrət edirlər, mən baxıram da hamısı. Başa düşməm, hər gün toyuq yeyirəm, yəqin oğurlayır bu deyə. Yox, hər gün toyuq yenəm, mən insanam, qurban olaram. Nəysə, eşdirsən. Şən müəllim gəlib həll edəcək, 50-50-yə, fişo danışdığımız Amma kimi. kişi çox qəddar insan deyə qurban olaram. Deyə o da bir getdim bir yana girdim kabinetə. Normal söhbət edirdi adam kimi. O yan bu yan bunun beyni çönər. Aç şkafdan tüfəngi götür gəl üstümə. 2 dənə güllə atdı. Bir dənə sağ elədim, bir dənə sol elədim. Yaxşı ki deymədim. Nə danışır ha bu? Onun bir dənə bacısı oğlu var. Üstündə özünüz bilirsiniz, onu qorxudun. Hədə qorxu gəlin. Nə elə ki sən bir də bacının oğlunun üzünü görəsən. Siz bilirsiniz də necə lazımdır. Keşke orada görmeyeyim sen, kes orada.
1, 2, 3, ateş yanı. 1, 2, 3, 4, 5, 6. Ha ulan yine birini oğurluyorlar. Senin yerini oğurluyorlar. Tamam. Gel lan birazdan gel lan. Ala biraz nardan zaten yer başladı kalkın oradan. Nəzərən görüm hələ görüşür. Vay selamünaleyküm. Salam Mehmet, salam Mehmet. Ferma burada ha tərəfdədir. Evet düz gedirsən ama buradan belə. Qavaqdadır, ferma qavaqdadır. Yer. Ağlanma tamam sen. Səninlə köşüb dana qabağımdakı. Hə, Sən nətər qohumsan? Sən belə ol la. Hə, alab ki. Eşsən mənə. Sal, köşünü sal o kirova, sal onu. Sən Ha, bu deyil. Ha, ne ki bak. Sən burada nə var? Hemen burada işləyirəm də, burada problemlər şöhrəti yoxdur. Sən işləyirsən? Hə, buranı mən işlədirəm də, buranın müdür mənəm. Hə, bu əməli baş. Burada nə problem varsa problem yoxdur. Narahat Nə olma. problem yox. Ha, Gene bizim bir- problemimiz var. Ne Sənin problemin var. Mən də onu deyirəm də, sənin problemin yoxdur. Ay kişi, buraya gəlmişik ki, problem həll edelim. Problemi həll eləmək üçün ya bu sən köməklik eləməlisən, ya müdürün müdürün hə? Hə, müdür mənəm, elə özüm mən, müdür mənəm. Hə, Hə, bu nə müdür belə olur da, heyvanlar? müdür belə olur. Müdür belə olur. Bu ne heyvanlar da yığımsan. Malbankda elə bir kreditdə götürürlər 25 illik. Yine. Deyirsən pulun verənmirlər, aparırlar, azdırırlar, eləyirlər, elə gətirirlər. bu. Gün oldu sallanmır. Sənin Hə, başın xarab da 25 Hə, hə, illik hə. ilək nədir hə? Tabii yazıq idi 25 il yaşayır. niyə yaşamır, niyə yaşamır? Mən nə qayıram o da onu eləyir, niyə yaşamır ki? Hə? Nə? Səhər dururam zavtırıq, bir yerdə zavtırıq. Abed, Nə deyir, uzun, idman, qaçış, bu. Hər şeyi bir yerdə eləyir. Heyvanlarla? Bənətər, bənətər. Evet, adenen heyvanım da ha. Yox, heyvan yox, sən odur, nə fərq var? Elə bir yerdə. Müdürün anı müdürün. Hə, müdür mənəm, də, müdür mənəm. Problem yox, müdür mənəm. Narahat, yoldan gəlmiş, gətin orada biraz ot qalıb, ondan ot düyün eləyim, yerim. Sen bu qədər gizli başı çatmır. Düz de, bayağı Eşdən, geç ki Girova, geç ki Girova, yaz zamanı. Hiç danışmamsa şapalak ağzı üstə qoyacaq. De görün müdürün hanı. Can! Can! Lan kimler gel ha? Bu ne da, bu ne da? Can! Ne oluyor? Yaxşıdan şirinliklər eləmə. Şəmin ətərsən, şəmin. Qıram götürmürsünüz. Sən gələn var. Nə vaxt yığmırsan? Bunu manetiyə verərsən, bayağladı, bayağladı. Əzəmət, eşitmişəm mal bankdır, nədir? Gic-gic adlar hardan fikirləşirsən? Necə? O mal bancı bu bacıoğlunun adına koymuşam. Uşaqlıqdan ərkələmişdim ki, bunun adına koyum. Arzum olub, 5000 pul alıb o adam. Gel gerek o bizim hayatımız var, bir söhbət ediyor orada geçen havası. Malqarıya bak, malqarıya bak. Hə, o şoşunu saldan içəri, sal onu içəri. Gözəl. Bu mənim evim, bu mənim evim, bu mənim bağçam, güllərim. Buradan belə üzümlük. Bu tərəf tarla. Burada bax, gör nə qəşəng bir şey tikmişəm orada. Nədir? O Hə? nədir? O belə qəşəng bir şey tikmişəm də. Nə üçün yəqin axşamlar orada altında istirahət. Yo, elə belə tikdim onu. Düzü şey, material artıq qalmışdı. Dedim bir dənə də belə bir şey tikim. Bunun başından aşıq Ay başı. maşallah, maşallah, maşallah. Sağ ol, sağ ol. Yallah. Ay Əzəmət, Ne qəşək. ay eşidirsənmi? Hadi. Sən reketsən, sən başa düşmədin mafiyasan, sən xaçatatsan, sən Don Corleonesən, nəsən? Qardaş, mən bank açmışam, düzdür? Hə. Bankda inəyə kreditə inək verirəm. Mən səni məcbur eləyə bilərəm, gəl məndən inək al. Yox, yox. Aço, səni məcbur eləyə bilərəm. Hə, yox, Qardaşım prosta. gəlib inək alıb kreditə indi ödəyəmir. Mən Ay nə kişi, etməliyəm? o Ömür yetim- boyu əzəmət onun bunun pulunu verir. Ömür boyu belə olur da. Eşidirsən, bizdə gəlmiş yox problemlər. Bu yetimin inəyinin südü quruyub dana yoxdur. Sağır gəlmir. Sağır. Ay, kim bu yetim kimə deyirsən maşinlik var balaca. Hə, də nə Petlə olar? başlayana. Ay, bəstirin, hə, o sizin başınızı alladı var kişi. Nə O deyir inək o? var ya, inəyi var onun. O inəyi basıb eşşək kimi işlədir, xəbərin var. Ay inəkdə eşək kimi işlətmək olar. Ay, o çayın qırağında tarla var, pambıq tarlası. Hə. O bütün tarlanı o inək şumlayıb, xəbərin var. Nə deyir ha bu? Yazıq tək inək bütün o tarlanı bax belə şumlayıb, Vay, 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 vay. Ölürdü oyunları ilə, ağzı ucuna uzanmışdı Əziyyət orada. verir ona. Əməlli əziyyət verir. Keçən il, ay, əziyyət nədir sən deyirəm, maza isti nədir, ondan da o gədə. Götürüb inəyi aparıb İspaniyaya ki. İspaniyada o karida yoxdur, belə pərdəni tuturlar, qırmızı inək belə. Gəlir şey. Hə, o şey. Harida nədir? Ay kişi, Ay, o belə- boynuzu ilə vurur qaldırır, Zar yox, eləyir, sayt nədir o? vurur, gedə. Vay, o Oyunlardan, xarici hə? kanaldakından bu. Aparıb ora ki, utturur onu, pulu Ay, götürür sədə var, yeyir. Hər cür əziyyət o inək bilsən nələr görür. Deməli bunun belə işləri də var. Ay, elə işlənlər, o inəri görən buynuzun kəsib inəyin. Hə. O svetoforda dayanıb bırlok kimi satır onu. Vay, Düzgünə vay. sallamağa. Yazıq inək. O inək gecə mənə Zakriti nomerdən yığıb ki, Əzəmət sən canı vəziyyət pisdir. Hə, o şey gizlədin, hə. Hə, başın xarabdırsan. Arasını zarafat elədim bizə. Hə, biz səninlə bura söhbət eləməyə gəldik. Yo, nə var onu deyək də, əziyyət verdi faktı. O inəri taksi kimi işlədirdi inəyi, ay ki. Nə deyir, hə bu? Ay işlətsin cəhənnəm o yazıq inək bə şotçuk quraşdırıb inəyi. Oturdun inəyə 2 manat yazdı. Ay, bu nə tər Ay adam? sənə deyirəm zulm ver, ona zulm Sən ver. mənim canım bütün dediyin düzdür. Ay, mən sənə söz deyirəm ay ki. Ay o maşenlikdir sənə deyirəm. Əzəmət mən bir dəqiqə siz olar. Ay nə olmur, nə olmur. Kim nə Əzəmət? İstəyirəm də indi qohumluq qıraq adam deyil. Aha. Mən 2 dəqiqə onunla söhbət edeyim. Yaxşı, yaxşı, biraz tez ol. Can. Necəsiz Sağ ol, Əzəmət müəllim? sağ ol. Əzəmət müəllim, sizin 5 illiyə kreditlə eşək götürmüşdüm. Ha. Pulun gətirmişdim. Çox qutardı, kredit qutardı. Hə, qutardı. Bax, Bütün sənə borcum təbrik qutardı. edirəm, sənə təbrik edirəm ha.
Tamam, 29. İndi orada o heç, o xırda şeyləri mən durub sənə demərəm. Olsun, belə olsun. Ha, hara gəlsən? Hara gəlsən, ha ki? Kreditim qutarıb. Bəli. İndi sənin üçün bir dənə təklifim var. Hazır kreditdə olan 3 illik kreditdə olan hinduşkan var qəşəng. Onu verirəm sənə, bala gəlib ayda mənə indi nə verərsən verərsən. Yox ey əzəmət mənim istəmirəm. 5 illik krediti gücünə ödədim, qutardım. Ay, Keçən dəfə də mən 2 dənə eşşək sıramışdınız danışan adı ilə. Eşşək palçığa bir dəfə bax. mən sıradım da. Sən fikirləşmirsən ki, eşşək danışa bilər. Eşşək necə danışsın? Danışda bu hinduşka deyirəm ha, 3 illik. Özüm ölüm onda nəsə ola bilər. Hinduşkadan eşitirəməcək hərfləri, zatları deyir yavaş-yavaş. Belə şeyləri deyir. Gələn həftə o danışacaq. Oradan sənə tapşırıram gedə o Yox, hinduşkanı lazım deyil. Özüm gül kimi danışıram. Ay kişi, sənə söz deyirəm. Öyle olmazsan, o hinduşkanı gör. Fazil, oradan hinduşkanı belə get Fazilin yanına. O afarmleni da ver Rusya hinduşka yapasın olur. Ne var? Can, qohumlar. Gəldin, Hə, siz nə yersən? Yenə nə qaynatmısan, gədə ağlaya ağlayacaq. Bizim bağdandır bu. Nuş olsun. Ye. Sağ ol, Əcmət. Bax sizin de, sizindir. Yerə tökmə onu, baxım görün nədir o. Hə. Hadi məsləhət ver də, neyə bilsin, nə eləyək? Məsləhət deyəndə, bax sizə təmiz qardaş kimi, qohum kimi bir Aha. məsləhət görə bilərəm. Gedirsiniz o inəyi satsınız. Hə. Gətirib, o əzəmətin pulunu ödəyirsiniz, mənim pulumu. Nədir? İnəkdən olur ki. Bıy. Süt verir bizə, belə küçükürsən süt. İnəyi satdın. Gətirib mənim kreditimi bağla, ortada nə pul qalır. Aha. Onu da papalam, 50-50-yə bölək. İndi mənim də nə hörmətimi eləyərsiniz, eləyərsiniz, problem yox. Əslində ağına vaxtda şöşür. Mən də belə baxıram, nəsə burada polisi var. Nağdıdır. Biz nə ayıraq? Biz gedək bir demərəm. söhbət eləyək. Əzəmət, Ha, can. sənə də əziyyət verdik. Hə, xoş siz. Həmişə gəlin. Əziyyətini halal elə. Hə. Hadi yalama da. Qohum kimi hər zaman sənin qulluğundayıq. Yaxşımı? Öpürəm sizi. Sən zancıra oturaq yeyəcək. Yaxşı. Yaxşı. Hə, bu məsləhət dosta, qardaşa qismət olması bir camışdı mı deyim, inək mi deyim, yəni adam dillə gəlmir o, yəni bu məxluqa, bu heyvana inək desin, camış desin. Məsləhət desin. Ona görə də gəl bax. Hə. Yaxşı. Yaxşı, davay da kontrol qutarı, davay. Hə. Kim ya? Sən nə yadına klient tapdın, klient. Vay, salam əleykum. Salam əleykum. Salam Hə, əleykum. gəl Mala gör. bax, Necə, salam əleykum. Gəl də salamlaşdıq səni. Hə, inək budur. Hə, dəyişək. Hə, inək biraz inəkdir, biraz camışdı. Yəni Necə yaraşırlar hə bir-birinə? İşte Hə, yaraşı bir dəqiqə dayanır ki, biraz yağmış, biraz camış, biraz inək. Yox, bu qulaq as da. Eşidirəm, hə. Gəlmisən, əvvəla xoş gəlmisən. Çox sağ ol. İkincisi də mən bilirəm ki, Şöşü. Hə. Mən bilirəm ki, Şöşünün sən dostusan, yaxınısan. Ona görə də istəyirəm ki, Hə. dostumuza, qardaşımıza yaxşı bir mərifətli, qanacaqlı bir camış qismət olsun. Hə, mən səni elə belə yerə gətirmərəm ya qardaş. Ha bu nədir bir baxacaq görüm bunun. Mən baxıram ki, başqa cür dəridir. Bax qardaş, bir dəqiqə deyəm. Bu heyvan adi heyvan görünə bilər. Yəni ilk baxışdan baxırsan, normalini də qoy belə camışdır. Amma söhbətini elə mən bu baxıram, heyvanın qeyri-adi xüsusiyyətləri var. Deməli nədir? 4 dənə döşü var. Hərəsindən birindən sterilizovanı süd, yəni onu artıq təmizləməyə ehtiyac qalmır. Köşü. Yəni sən də bil, Allah bilsin çoxsun bilmirsən. Birindən yoğurt gəlir, birindən qəşəng belə bərk sıxanda. Aha. Qatıq gəlir, yəni qatıq süzə bilərsən oradan. Birindən də süzmə. Plus spesiallə bunun funksiyası var. Arxasına keçirsən, arxasında knopkası var. Basıb saxlayırsan, misal üçün 3%, 4%, 5% yağlılığı da, yəni südün yağlılığını sən o kontrol edə bilərsən. Bir dəqiqə. Bax sən deyirsən burada yoğurt gəlir, Hə, düzdür? Mən də xoşlamıram da mənə yalandan danışanda, başa düşdü? Hə. Bu yoğurt birdən mən istəyirəm ki, məsələn alça yoğurt olsun, klubnik olsun, nə bilim, gilas yoğurtu. İnstruksiyasında yazılıb da ana nə istəyirsən onu da verəsən yeyəcək. Üzüm istəyirsən üzüm ver, üzüm yoğurtu gəlsin. Çiyələk yedizdir, çiyələk yoğurtu Hə, gəlsin. bu. Bu elə belə deyil 2007-ci dekabrda ona bax. Sən bir dənə vuruğu yoxdur. Nə olur? Qaqa, bu inək elə belə inək deyil ha. Bunu şəxsən Şöşü özü çimizdirir, yuduzdurur, şotkalayır. O dəmir şotkalar var ya, kırılan qaşıysan ha. Bax həmin o şotkalarla bu şeyə camışı çimizdirir. Bütün günü öz südündə təzədən verdiyi südü təzədən üstünə çəkilir ki, dərsi yumşaq olsun. Mən sənə elə belə. Həmən özüm də elə oğlandır. Ha, eşidirsən bu yaxşı yemək verəndə hələ bal da verir. Hər ayın axırı sağırsan bal gəlir. Hə, balına da. Tərifləyirəm da. Hə, inək bal verir. Dəniz bal verir. Başın xarabdır sənin, nə olur? İndi mən bundan bal alacağam. Amma bədəci institutda bal almayıb, ha qaldı inəkdən bal al. Mən bala deyirəm, sən bal nə başın Hayır, xarab. hayır, yox. Sən biraz əsəbisən, ha? Mən əsəbi deyiləm, mən əsəbiləşdirirəm. Ha, elə Şöşü də biraz əsəbiləşdirir. Ona görə biraz taxtayla ton- ağzının Şöşü. üstündən birini qoyacağam məsələn. Hay dünyama bax ha. Mən taxta ilə vurana bax. Qardaş. Tapancan aşağı sal. Hayır, tapanca var burada. Tapanca var. Ha. Ay, Bir dəqiqə alırsan, dayan. al. Mən xaş istəyirəm. Sonra nə edəcəyik bunu? Ha. Ayaqlarını qoyursan qaza, qəşəng. Qazanda
İlik suda ayaqlarını xaş elə Bir dəqiqə yeyəcəksin. deyənə kişi bir dənə xaşa görə siz heyvanı niyə məhv edirsiniz ki? Elə xaş elədi, bunu əxlaqsız gələcək indi bu. Yox da, bəs mən nağıl danışdınız burada. Ay, bir diyon ana, sən nə danışırsan? Tərifləyirəm, Yəni xaşa görə heyvanı öldürəcək. Qardaş, hər bir Ayağa. Bu ayağa knopka da bayaq dedim. hər bir ayaq üçün xüsusi qazanlar veririk, xaş üçün. Hə, nə? Aydındır, bir dəqiqə də, nə çox uzatdı. Burada təriflərdən həmin belə südüqəyə, belə yoğurt verir. Qırmızı knopkasını gördüm. Ay, qırmızı knopka bilsən nədir heç? O diyetiçkidir. Ha, bunu yox, paran qiymət neçədir? Allah xeyir versin, 3000 ver götür. Eşitirsən Hə, 3000 nə də? Başınız xarab, hə buna 3000 verərlər. Ay, zibil elirsən bütün işlərimizi. Çox uzaq getmə, mənim səndən işim olacaq. Eşirsənmi? Bax, indi qırağadan dörsən, köşün indi bilirəm dostsan, bir yerdə dostluq eləyirəm, bir yerdə əsgərlikdən ağarmısınız, olmusunuz, dost olmusunuz. Ona görə də 2000 manat Allah xeyir versin. Allah xeyir versin, Hə. amma mən mənlik deyil. Buyur. Hə, Ay, diyetmə, sənin- ay kişi, bir dənə bir saatdır biz burada. Hə, bir saatda söhbət edirik. Mən Gedirəm əlinin nədə? taxtanı qoy yerə qaqaş. Hə, Mənlə şöyle. danışanda taxtasız da boş əllə danışmaq lazım. Aha, hə. Eşidirəm qaqaş, qiyməti denən. Əmək eləyirsən, hə belə 2000 ver Allah xeyir versin. Bu. Hə, Kimin çox bahadır. Ay kişi, 200 manat ver götür. 200 Hə, manat 200 gözəl. manat. Sən mən ver, razı. ver, ver. 200 manat mən razı. Satın getsin. Hələ qiymət. Qəşəng Hə, qiymət. bura gəl. adam Ay olam, kişi, gəl bura. Hə, gəl bura, gəl bura gəl. 2 saatda boyda Şən müəllimi nə danışdırırsan, hə, alan döysən. Qardaş, Qardaş, bir adam dəqiqə sənsin. dayan. Buyur. Şamil Şöşü bir dəqiqə gözlə. Sən mən avtobusdan düşürtdün dedin ki, məhəbbət müəllim, xahiş edirəm, yalvarıram. Zəhmət olmasa bir dənə gəlin bir dənə inəyi almışıq. Ona bir dənə qiymət qoyun. Neçə qiymət qoysanız ona satacaq. Demədim, Elə dedi dedim 200 manat mən də xahiş. Elə demişsən? Hə, bu adamı tutdurar adamı. Allah, heç kim tutturmaz ha kişi. Məhəbbət işin deyənə qədər heç kimi tutturmuyor. Qaldı elə heç kimi tuttursun. Ha, yaxşı, yaxşı, çıx get. Hə, Çıx get get. şimdi Adına adına Allah bax. xeyir ver, 200 manat qəşəng qiymət. Yaxşı, hə, Yoxdur, hə, məhəbbət. Yox, Lüboy. Od yurdudur, odu göydən gətirir. Neçə mərd oğullar yetirir. Yiğidlər şan şöhrət dişilvana, gözəllər həm bacıdır həm ana. Əzəldən sorağı düşüb hər yana, nə gözəldir bu çağlar yaxsın. Hə. Ay, Hə. sən bu damatı belə adamları boşlara var, bax. İynə yalanı deyirsən, hə? Hə. Hə, Astanovkada durmuşdum, gördüm avtobusda bir dənə Ay, var. bu nədir ayağıma yapışdı. Təmizlə dana buraları. Hə, mən nağarım mal keçəydi. Hə, Dəqiq var. avtobusdan görürəm, hə, bir vazvurutlu oğlan keçir. Hə. Hə, elə avtobusdan düşürtdüm aşağı, gəl buraya inək var. Elə klient yığırlar, elə klient tapırlar. Mənim başım çıxmır. Mənim başım çıxmır. Və gəlib gəlişmisən bu boyda işə, bu boyda biznesə, indi deyirsən mənim başım nə çıxır mən. Sən Şəminin xalası oğlusan, sən hər şeyi bilməlisən, başa düşürsən? Sən bilmirəm deyə söhbət olmamalıdır. Mən bəyəm dedim bilmirəm. Dedim klient tutdum gətirdim də böyle. Nə ayıraq, nətər eləyək? Mən bilən sənin adın olan yerdə bizim iş heç vaxtı daha pisə getməməlidir. Gəl fikirləş bir nəfərə sataq da bu malı. Sataq pulunu Bir dənə çıxaraq. axırıncı prosta ideya var, indi bilmirəm onun. Nədir elə? Bu müğənilər yoxdurmu? Vay. Klipçat çəkdirənlər. Onlar ancaq deyə bilərik ki, bir dənə qəşəng göyçək simpatikli camışımız var. Yəni lazım olsa təşkil edək. Əla. Nə qəşəngdir ya. Davay zəng eləyək. Hə, sən Elzaya zəng elə. Elza Hədi heyvanlardan yox, arası. görə yaxşı. mən özüm çox gözəl bilirəm kimə zəng eləmək lazımdır. Bu nə telefonda? Bu hardan çıxdı? Alo. Alo, Salam aleyküm. Şemi. Nasılsın, iyi misin, yaşlı mısın? Nicesin? Deyən nömrən var idi orada. Bende zaten senin numaran var. Ben seni çok seviyorum. Sen benim kardeşimsin, canımsın sen benim ya. Yenə də səsimi selektorə qoyub dostlarının yanında deyirsən, Şəmi də zəng eləyən. Keçən dəfə bax o söhbətə görə səndən nazı qılıb alışacaqdı. Sen benim canımsın, Şemicim. Olur mu? Nəysə, nəysə. Hə, eşidirsənmi? Sənə qəşəng bir ideya var. Peki söyle bakalım, dinliyorum. Təzə bir ideya, sveji ideya var. İstəyirəm ki, o proyekti səndən bir yerdə eləyək. Ha? Oy, sən hardan bilirsən ha? İnəyi kim deyir? Hə. Shakira'dan bahset bana. Beyoncé'yi getir. Yapabiliyor musun? Jennifer Lopez, J-Lo. Onunla tanışıyor musun? Hadi yaxşı dana bir yavaş yavaş da, yavaş yavaş. Bu Yok, hayır, hayır, hayır. Hayır Şemicim. Hayır. başa düşdüm, Shakira ilə də Shakira da olacaq, Jennifer Lopez də olacaq. Hə. Bir bax gördü o birisi müğənnilər nətər başlayıblar. Yavaş yavaş bax götürə elə, götürə elə ay günü Kazımovanı. O vaxtı camışlarla klip çəkdirdi. Ay sağ ol. Yavaş yavaş. O birisi heyvan, bu birisi heyvan. Yavaş yavaş. Hay huy. İndi də kimdən duet oxuyur? Snoop Dogg'la. Yok, bırak, boş ver bu işleri. Bir daha da beni arama Şemi. Çok sıkıldım şu an bu konuşmadan. Hadi bay bay. Qoy. Nə oldu? Bu nə ad boy verdi ha? Yəqin Acun adını eşit. Ha, yəqin kontruktardır ha bunun. Əbəlkə zaratkası ölür. Bir dəqiqə deyim, bir dəqiqə. Kimə yerirsən Şəmi? Hə, deyən görək bu Əlikrama çoxdan zəng eləmirəm. Baş beyimi aparmışdı o vaxt ki, hə, klip üçün təzə ideya midi. Alo? Vay, qurbanlarım. Əlikram, salam aleyküm. Aa, Şemi sensen. Bəli, Şəmidir. Nə var, nə yox? Necəsən qardaş? Keyfin falan canım başım.
Yaxşı olasan, yaxşı olasan. Şöşü necədir? Əli o da yanımdadır, salam deyir. Məndən salam söylə Şöşüyə də. Köşü də salam deyir. Əli Kiram, Eşidirəm Şəmi, nə məsələdir? bilirsən ki, sənə elə belə şeylərə görə zəng eləmirəm də, narahat eləmərəm. Deməli biz indi olur da, yəni sferamızı arada dəyişirik, iş tərəfimizi, biznesimizi arada dəyişirik. Ona görə də sənə yaxşı bir ideya var, hansı ki o ideya üstündə bax, Köşünün canına and olsun, Şəminin canına and olsun. Bax, o ideya üstündə bu dəqiqə manat da qırır. Bir-birinin şeylə, nə deyir o, Nadir Bayramlı, Nadir Qafarzadə, aləm dəyib bir-birinə. O müğənnilər də ağız açıb sizə ki, o ideyaya görə. Hey, hamı zəngilir ki, bəs o eşitdim təzə camış almısan, eşitdik təzə camışın var, o camışı klipə çəkmək istəyirik, nə bilim, gələk behin verək, nə dedim, yox. Deyirəm bunlar mənim ayağımın altını həmişə qazıblar da. Sən məndən qardaşsan Şəmi, sən bilirsən ki, kimə təklif eləmək lazımdır. Top kimi camışdı, özdə sən o camışı klipinə çəksən, zırv edərsən, Çox gözəl fikirdir. Demək, camış klipi mən ümumiyyətlə dünyanın sırasında görməmişəm. Onun raskurtkası mənlikdir, narahat olma. Onun efirdə yayımlanması hamısını biz götürürüz boynumuza. Şeylə danışmışıq, deməli, Türkiyənin çox məşhur kanalı var, Akıllı TV. Ayso, sənin görüntülərini orada verəcəklər. Aycan. Altdan da yazacaq da, ünlü Azərbaycan şarkıcısı Əli Kiram Bayramov. Ayso. Ay maşallah olsun. Mən çox razıyam, çox sağ ol ki, Şəmi məni yad eləmsən. Çox sağ ol ki, məni yada salmısan, amma bir dənə ricam oldu ki, yəni bunu biraz tezləşdirək də. Sonra narahat olma. Qadan Allahım sənin, qadan. Bütün gündə toylar özün bilirsən də, daha deməyə ehtiyac yoxdur. Ölərəm elə. Çox, danışdıq. Yaxşı, danışdıq. 2012-nin dekabrıda, ha, Danışdıq. Öpürəm, hamınızı can sağlıq arzulayıram. Çox sağ olun, var olun, sağ olun qardaş, sağ olun. Bir davay qaqa, öpürəm, sağ ol. Razıdır. Köşü. Yenə də xalaoğlu, yenə də sənin adın, yenə də sən. Bu Əli Kiram belə şeylərdə özün bilirsən də, bu başını bişirmək çox asandır. Dedim, biraz da oradan buradan örgəşmişəm də, səndən örgəşmişəm. Bax, belə şirinlikləri, yalan danışmaqları hara kimi gedəcək bilmirəm. Gün qara, yaz divara, mən avarayam, avara. 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 O qədər telefonla danışıram ki, bu arada da görsəniz boy verir, Köşü. Nə olub yenə? Gedib usta yazıda o pulzat vermək lazım deyil. Mən o vaxt o texnikumda oxumuşam axı, bilirəm mən hər şeyi. Yəni bütün bu radio texnika aparaturasıdır, ondan sonra bu televizordur, çorlu-beli televizordur. Magnitofonun o vaxt qalovkalar var idi, əvvəl şeylə silirdi onu, spirtlə silirdi. Bəs mən onun çəmin tərtibində sonra Onu sən moda saldın. magnitofonları ləğv elədilər, disklə buraxdılar, ondan sonra evimiz yıxıldı. Sənə tümsüzün yoxsa açıq olsun. Əli Kiram Bayramov neçə il susduqdan Bu sonra nədir? camışla klip çəkdirdi. Bunların hamısını bir qırağa qoyaq. Mən burada belə bir şey görmürəm. Çəkiliş zamanı rejissor Kenan Əməklə fikirləri üst-üstə düşmədi. Ses ver. Bu həftə Pult var, televizyon pult, ged oradan ver. Ged oradan ver, tez gəl. Necə yaxalandı? Əsl klip bax belə olmalıdır. Tolik bu dəfə çox kəskin danışdı. Onun gözünü çıxardıram. Necə deyərlər, bu günün sabahı da var axı. Fərq etməz xəzəlsən, ya çiçəksən. Aslan da məndən, olsan da mənim. Əli Kiram mətbuat konfransı keçirdi. Pis satan camış deyil. Bu camış, bunun televizyonu xarabdır. Bu nə də mətbuat konfransı zad eləyib. Mən buna demişəm ki, klipinə çək, heç kimə xəbər eləmə. Bu klipə görə. Mən hətta deyəm konkursda var ha. Bu Əli Kiram da... Bunun üçün o qədər Əli Kiram zəng ara zəng. Yox, mən nə deyəcəm onu? Kimə tanımışsın, sən elə də cavab ver. Mən yox, mən... Özün müğənnisən, amma müğənni Nə olub qardaş, biz qoy imkan ver bir səhər açılsın, bir xoruzlar banlasın, nə olub səhərin gözü açılmamışdı. Qardaş, mənim bu telefonum dağılır, indi atımı mağazına baxıram. Mən bilirəm də nəyə görə zəng edirsən sən. Partdaş nə, mənlik imiş də mənlik. Necə məni görmüsən, necə düşünmüsən, sənin özünə də qurban olum, səni deyək ya da. Telefonum dayanmır ki,
İnanırsan dünyanın dört tərəfindən o zəng vurur, bu zəng vurur, o zəng vurur, bu zəng. Ay kardeş inandırım seni. Bak ben bilirdim ki bizim bu proyektimiz tutulacak. Babayaqları şöşün elə şeye baxırıq, ATV magazinə baxırıq ikimiz bir yerde. İnandırım o kadar fəxr edirik ki səndən, o kadar fəxr edirik ki. Şöşü deyir ki, ay bu bizim sattığımız camış. Ben deyirəm ay bu bizim Əlikiram, dostumuz Əlikiram falan beş mekan. İnandırım seni bu dəqiqə ham. Ben bu kadar klip çəkdirmişdim ha. İndiyə kimi mənim klipim belə maraqlı oldu. Çox sağ ol qadan. Allah sənin köməyin olsun. Allah səndən razı olsun. Ay kardeş sen sağ ol. Mənə bu ideyanı verdiyin və dərin təşəkkürümü bildirirəm. Qulluğunda her zaman hazırıq. Bir də bir şey yadıma düşdü. Deməli, eşidirsən bu təzə klipini çəkdirdim bu camışla bu heç. İnşallah təzə klipinə qaqam bir ideya fikirləşib ki, qırğın da qırğın. O şey yoxdumu? Dəvə. Ərəbistanla bir dənə dəvə danışmışam. O Kamel siqaretləri var idi, əvvəl onun üstündə şəkli zad olub, həmin o dəvənin. Dəvə populyar dəvədir, tutuzdurub, Şeyx Nəzadla şəkli var, ondan sonra bütün dünya tanıyır onu. Onu gətizdirirəm Azərbaycana. Ekskluzivini elə bir patentini almışam, həmin o dəvənin. Elə bir 6 bazar qoyacam şeyə, zooparka. Oradan sonra da bir kliplərdir, reklamlardır, ondan sonra istifadə edəcəyik. Birinci klip sənin klipinə çəkilir o dəvə, vəsyo, yaxşı peçatını qoyursan. Öpürəm qadanarım, sağ ol qadanarım. Davay kaka, davay, sağ ol. Sen oğulsun. Bunun başı xarabdır, zəng klip bəlkə şeydir, bütün cahamat mənə zəng edir, nə bilim, tutuzdurmuşam, toylara istəyirlər. Oğulsa ne çocuğu, oğul. Ki bizim bir tane işimiz alındı da. Səni. Nara? Neyse bu telefonu düzeldim iş göreye, iş görmək lazımdır. Şöşü, iş görmək lazımdır. Spisoka bax gör elə nə görləsin işlər var, yaxşı? Vardır hər bir yerdə hörməti, çəksin şəmi müəllim zəhməti. Yığsın qohumları, qardaşları, cavanları, qocaları, taytuşları. Görüşək hamımız bir məkanda, ya evdə, ya işdə, ya da dükanda. ATV-yə baxın, biz gəlirik yenə qarşılayın gülə-gülə. Biz Mr. Shelly, Tiri give me a me. Lambalatska, dumbalatska, rakada bakada tıngalatka. Bəli söhbət